Salam, hər vaxtınız xeyir. Azərbaycan dili toplusundan modal sözlər və nidaya aid testlərin izahını verəcəm. Gəlin birinci suala başlayaq vaxt itirmədən. Əminlik məzmunu ifadə edən modal sözün işləndiyi cümləni istəyir bizdən. Deməli, əminlik məzmunu, yəni təsdiq bildirənləri. A variantında deyilənə görə hamı layihəni bəyənib. Xeyr, burada yoxdur. Əminlik bildirən, xalqın səsinə qulaq asmaq əlbəttə. Baxın, burada əlbəttə var. Modal sözdür. Hər iki tərəfindən vergül qoyulub və təsdiq bildirən də, əminlik bildirən də. Ona görə doğru cavabımız B olur. Gəlin digərlərinə də baxaq. Deməli, sən də bu fikirdəsən. Burada deməli modal sözü var, amma deməli nəticə, yəni ümumiləşdirmə bildirən modal sözdür. Deyəsən niyyəti onu ulduzlara qədər aparmaq idi. Deyəsən burada modal sözdür, özündən sonra da vergülü qoyulub, amma deyəsən güman şübhə bildirir. Elə bil obadan əl çəkmisən. Burada modal söz elə bildir. O da bənzətmə bildirən modal sözdür. Ona görə E variantında çıxırıq. Yəni bu modal sözlərin mənaca növlərini əzbərləsəz rahat tapa bilərsiniz bu sualı. Keçək ikinci suala. Hansı cümlədə nida işlənmişdi deyir. Sənin hər qəhqəhən ay kənarından keçən buludmudur, uçan quşmudur. Deməli burada nida yoxdur. Əgər ay sözünü fikirləşirsinizsə, bu göydəki ayı nəzərdə tutur. A variantın çıxdı. Çığırma, yat. Ay ac toyuq, yuxunda çoxlu darı gör. Bəli, buradakı ay isə çağırış bildirir. Ay toyuq. Yəni nidadır burada. Çağırış bildirən nida. Yəni ona görə elə doğru variantımız bu olacaq. Burada nida işlənib. Gəlin digərlərinə də baxaq. Ay, gün kimi alışanın nə dərdi var, nə qəmi. Ay, gün. Yəni burada da göydəki ayı nəzərdə tutur, günəşi nəzərdə tutur. Müxənnət yapışar ayağa qarqar. Burada ümumiyyətlə nidaya oxşada biləcəyimiz heç bir söz yoxdur. Unutma, bu böyük kamalı yaylaq burada da yoxdur. Elə doğru cavabımız olur B variantı. Üçüncü sualda hansı nümunədə heyrət bildirən nida var? A-da deyir vay vay, nə yaman müşkilə düşdü işim. Vay vay buradan nidadır, amma heyrət bildirmir. Qorxu, narahatlıq bildirir. A variantın çıxdı. B-də ah, nə üçün dostluğa, sədaqətə, xain çıxanlara cəza tədbiri yoxdur? Yəni burada da ah nidadır, amma burada da qorxu, narahatlıq bildirir. Bu dünyada hər şey olur. Burada var nida olaraq. Qəm-kədər bildirir. Of, bilsən ürəyim necə darıxır. Burada da of, qəm-kədər bildirir. Pəhpəh, necə də gözəldir. Bəli, bu artıq şadlıq, sevinc, heyrət bildirən nida sayılır pəhpəh. Ona görə elə E variantı olur 3-də. Dördüncü sualda deyir ki, cümlələrdən yalnız birində nida işlənib. Hey, cavan, yazıqsan, heyifsən. Bəli, burada elə hey nidadır. Elə doğru cavabımız A variantıdır. Çünki çağırır. Hey, cavan. Yəni bir çağırma var və nida kimi hey nidası götürülür. Gəlin digərinə baxın. B variantı. Şükür sənə. Zəhmətimiz, cəfamız hədər getmədi. Burada nida kimi götürəcəyiniz bir söz yoxdur. Mənim körpə pələngim necə vuruşdu? Deməli, burada ədaddır. Doğrusu bilmirəm, nə deyim, necə deyim. Yəni burada da yoxdur nida, hiss-həyəcan bildirən. Nə olub? Danış görək nə olub? Burada da yəni götürə biləcəyimiz, səhv sala biləcəyimiz nida ilə bir söz yoxdur. Elə qaldı A variantı doğru cavab. Deməli, 5-də yalnız birində şadlıq nidası işlənib. Aha, şadlıq, sevinç, təəccüb nidası. Ay Orxan, ay Xalid, bala. Yəni burada nida var. Ay, ay. Amma buradakı nida çağırış nidasıdır. Ona görə A variantın çıxdı. B-də deyir, of, nə qədər ağıllı, günahsız adamların qətlinə fərman verdim. Of, nidadır, amma qəm-kədər bildirir. B-ni çıxdı. Oy, niyə belə ağrıdır? Yəni burada oy yenə nidadır, amma qəm-kədər bildirir. Aha, deyəsən düzülürlər. Əhsən, əhsən. Bəli, burada deməli biz
əhsən, əhsən sözünü götürə bilərik nida kimi, şadlıq nidası kimi. Deməli, doğru cavabımız elə D variantı olur. E-də deyir, kim olursa olsun o xalqı xoş günə çıxartsın. Burada da qəmkədər nidasıdır. Ona görə E variantında çıxırıq. Cavabımız qalır D variantı. 6-da deyir ki, hansı cümlədə modal söz işlənmişdir? Bugünkü qəzetlərə aid xülasə tam hazırdır. Burada xülasə isim gedir. Yəni xülasə sözü isim də ola bilir, modal söz də ola bilir. Burada isim kimi gedir. Söz vermək asandır, yerinə yetirmək isə çətindir. Burada da modal söz yoxdur. Mən bütün olanları Bar müəllimə deyəydim. Burada köməkçinin hissəsi barı var, o da ədat gedir. Bu gün o məncə gedə bilməyəcək. Aha, baxın burada məncə sözünü modal söz götürə bilərsiniz. Ümumiyyətlə yadınızda saxlayın. Əgər durğu işarələri buraxılmayıbsa, durğu işarələrini verirsə, modal sözü tapmaq çox rahatdır. Yəni hər iki tərəfindən vergüllə ayrılır. Təbii ki, elə bil ki, sanki bunları çıxmaqla digər modal sözlərin hamısı vergüllə ayrılır cümlədə. Yəni vergüllə ayrılırsa, deməli elə burada məncə sözü, baxın hər iki tərəfindən vergül qoyulub və məncə, səncə, bizcə fikrin mənbəyini bildirən modal söz kimi gedir. Ona görə elə doğru cavabımız D variantıdır. 7. Hansı cümlədə çağırış nidası işlənmişdir? Çağırış nidaları hansıları idi? Hey, ey, a, ey bunlar çağırış nidaları idi. Ah, yazıq babalar, yazıq babalar. Burada, yəni ah çağırma deyil. B-də deyir ay, ay, ay güllər əzildi. Xeyr, vay, vay su kəsildi. Heç kimi çağırmır. A, nə yaxşı. Mənim də adım Sədəfdir. Heç kimi çağırmır. Ay qız, rəfiqələrin səni gözləyir. Bax, ay qız, kimisə çağırır, ay uşaq, ay oğlan. Yəni, bu artıq çağırış nidası kimi gedir. Doğru cavabımız olur E variantı. 8-də deyir ki, modal söz işlənən cümləni müəyyən edin. Sözün doğrusu həmişə acı olur. Yəni, burada sözün doğrusu sözü, yəni modal söz deyil, əsas nitq hissəsidir. Nə acı olur sözün doğrusu. Həm suala cavab verir, həm vergüllə ayrılmayıb, fikir verin. Yəni, bu nüanslara fikir verin. B-də deyir, doğrudur ki, o səni tanımayıb. Necədir? Doğrudur. Yəni, burada da əsas nitq hissəsidir. Suala cavab verir. Doğrusu, onu öz ixtiyarına buraxmaq da olmaz. Baxın, burada doğrusu modal söz kimi götürə bilərsiniz. Təsdiq bildirən modal sözdür. Vergüllə ayrılıb. Deməli, doğru cavabımız elə C variantı olur. Nədə deyir? Doğru söz. Doğru söz, necə söz? Əsas nitq hissəsidir. Deyilənlərin hamısı doğrudur. Necədir? Doğrudur. Əsas nitq hissəsidir. Elə cavabımız oldu C. 9. Hansı cümlədə modal söz işlənmişdir? Mən bu sözlərin səmimiliyinə inanıram. Yoxdur burada modal söz. Bizdən demək, sizdən eşitmək. Bizdən demək, sizdən eşitmək. Yəni, burada modal söz işlənməyib. Demək, əgər modal söz olsaydı, hər iki tərəfindən vergül qoyulardı və yaxud suala cavab verməzdi. Görəsən dünyada anadan əziz bir insan varmı? Baxın, görəsən. Görəsən sözü, deməli, burada modal sözdür. Və hansı modal sözdür? Güman, şübhə bildirən modal sözdür. Vergüllə ayrılıb, bəli, əvvəldə gələn özündən sonra vergül işarəsi qoyulur. Doğru cavabımız elə C-dir. 10-cu sualda nümunələrdən birində əminlik bildirən modal söz var. Aha, əminlik, yəni təsdiq bildirənlər. Beləliklə, futbol oyunu heç-heçə nəticələndi. Yəni, burada fikir versəniz, beləliklə bir ümumiləşdirir, nəticəni deyir bizə. Beləliklə, modal sözdür, amma nəticə bildirir. İndi Ağrı dağı sanki bir sək kimi onun yolunu kəsmişdi. Sanki modal sözü var, amma bənzətmə bildirir. Müqayisə bildirir. Ona görə B-ni də çıxdım. Sənin bu sözlərindən göstərir ki, doğrudan da, baxın, hər iki tərəfdə vergüllə ayrılıb və doğrudan bu modal sözlər əminlik, yəni təsdiq bildirəndir. Elə C variantını götürə bilərik doğru cavab olaraq. Digərlərinə baxaq. Deyəsən yağış yağacaq, deyəsən modal sözdür, amma burada deyəsən güman, şübhə bildirir. Görünür
insan bütün çətinliklərə qalib gələ bilərmiş. Yəni burada da modal sözü var, bəli, görünür modal sözdür, amma bu da güman şübhə bildirir. E variantında çıxdı, qaldı C variantı. 11. Hansı cümlədə əminlik bildirən modal söz işlənmişdi? Yenə eyni sual. Yəni bunu siz bəyanatca növlərin əzbərləyin. Çox rahat tapacaqsınız bu tip sualları. Deməli, qatarla getməyi təxirə salmışsınız. Deməli, burada modal sözdür. Amma əminlik bildirən modal söz deyil. Nəticə bildirir, anı çıxdıq. Cəmaatı deyəsən başqa şey maraqlandırır. Deyəsən güman şübhə bildirir. Məncə fikrin mənbəyini bildirir. Doğrusu məndən ötürü gözlənilməzdir. Deməli, bəli, doğrusu, doğrudur, doğrudan da əminlik bildirir. Deməli, D variantı bizim doğru cavabımızdır. E-də isə zənnimcə var. Bu da fikrin mənbəyini bildirir. E variantında çıxdıq. Elə D oldu bizim cavabımız. 12-də deyir ki, Aycan, Oxqay və Ura Lələtəpədə bayrağımız dalğalanır. Deyir bu üç sözü mən bu cümləyə artırsam nə baş verər? Bu üç sözün üçü də nidadır. Düzdür? Mən bunları cümləyə artırsam hiss-həyəcan ifadə olunar. Yəni bu qədər sadə bir şeydir. Cümlə üzvlərinin sayı artar? Xeyr, artmaz. Niyə? Çünki nida cümlə üzvü ola bilmir ki, deyim, hə, əlavə bir söz gəldi, cümlə üzvü artdı. Mürəkkəb cümlə ola bilməz. Yəni bunun heç bu nidaların leksik mənası yoxdur. Təsir gücü azalar, artar, bu artıq ədata aiddir. Müraciət yaranır. Müraciət bildirən axı nidalar deyil, müraciət olsa deyərəm müraciət yaranır. Elə cavabımız oldu A variantı. 13. Modal sözün işlənmədiyi cümləni deyir, müəyyən edin. Sözün də su kimi lətafəti var. Hər sözü az demək şəksiz xoş olar. Baxın, vergüllə ayrılıb hər iki tərəfdən. Deməli, burada şəksiz, şübhəsiz, sözsüz təsdiq bildirən modal sözdür. A variantında var, çıxdı. Deyəsən, qoca bu fikrini Tahirə də demək istəyirdi. Deyəsən var burada. Yəni modal sözdür, çıxdım. Xəlilov əlbəttə yalnız bunun üçün çalışırdı. Baxın, vergül də var hər iki tərəfindən. Rahatla, durğu işarə, rahatlıqla, yəni durğu işarələri buraxılmayıbsa tapa bilərsiniz. Burada da var, C-ni də çıxdım. Ancaq gözəlliyə heyran olanda özümü oğlumla həmyaş bilirəm. Yəni burada modal söz ola biləcək heç bir şey yoxdur. Elə D variantında yoxdur modal söz. E-də də var yəqin ki, ona görə doğru cavabımız elə olur D. Sonra 14. Hansı cümlələrdə modal söz işlənmişdir? Kaş gedib bu sözləri ona da deyəsən. Burada kaş var, ədat. Başqa da əgər deyəsən sözünü götürməyə düşünürsünüzsə, o mənim cümləmdə feildir. Yəni deyəsən. Arzu şəklində deyə, deyəsən. Yəni arzu şəklində olan bir feildir. Biri çıxdı, modal söz yoxdur. Həm də modal söz olsaydı özündən əvvəl vergül qoyulardı. Məsələn, 2-yə baxın, 2-də modal sözdür və özündən sonra vergül. Çünki əvvəldə gələndə özündən sonra, ortada gələndə hər iki tərəfdən, sonda gələndə özündən əvvəl vergül qoyulmalıdır. Ona görə mən 2-ni götürdüm. Uzaqlarda əzəmətli Qoşqar dağı görünür. Baxın, yenə deyirəm, modal söz olsa özündən əvvəl vergül qoyulardı. Orada görünür, yəni mənim feilimdir, cümləmin feilidir. 3-ü çıxdım. Məncə, baxın, vergül qoyulub, məncə, səncə, bizsə modal sözdür. 5-də də sanki modal sözdür. Bayaq qeyd elədim ki, modal sözlərdə sanki, elə bil ki, bənzətmə bildirən modal sözlərdə vergül işarəsi qoyulmur. Yəni burada qoyulmaması normaldır. Deməli, modal sözlər olan cümlələr 2, 4 və 5 olur. 15. Cümlələrdən birində modal söz işlənmişdi. Aha, baxın, artıq işimiz biraz çətinləşdi. Çünki durğu işarəsi qoyulmamışdı deyir. Bayaqdan durğunu verir, rahatlıqla tapa bilirdik. İndi biraz cümlənin mənasını da fikir veririk. Bizə deyir modal söz işlənmişdi. Deyəsən,
Şəmsi artıq belə şeylərə alışıb. Aha, deyəsən bir güman bildirir, bir şübhə bildirir. Elə A variantıdır. Yəni özündən sonra da vergül qoymalıdır. Sadəcə özü qoymayıb qəsdən. Baxaq digərlərinə. Sözün doğrusunu zarafatda deyərlər. Nəyi? Sözün doğrusunu. Sual verdim. Cavabı yəni var. Sənin qələbən şəksizdir. Aha. Deməli, şəksizdir sözü nə ola bilər? Modal söz də ola bilər. Əsas nitq hissəsi də ola bilər. Yəni burada modal söz deyil, şəksizdir. Çünki şəkilçi də qəbul eləyib. Yəni buna fikir verin. Dil şəkilçisi qəbul eləyib orada şəxs sonluğu. Amma axı bizim modal sözlərimiz idi, nidadır, yəni köməkçi nitq hissələrimiz qəbul eləyə bilmirdi. Yəni bu tipli şeylərə fikir verin. Zəhmətinin bəhrəsini görəsən. Hə burada görəsən olsaydı, yəni mənim görəsən modal sözü olsa mənim cümləm pozular artıq. Yəni burada feildir. Fikri bir sözlə də demək mümkündür. Xeyr, burada da yoxdur. Elə A variantında modal söz işlənmişdir. Keçək 16-ya. Nümunələrdən birində çağırış nidasından sonra vergül qoyula da bilər. Aha. Yəni ümumiyyətlə belə qeyd eləyim. Çağırış nidasından sonra normalda vergül qoyulur. Amma bəzən özündən sonra isim gəldiyi zaman vergül isimdən sonra qoyulur. Məsələn, A variantına baxın, A bala. Bəri gəl. Görürsüz, burada A çağırış nidasıdır. Amma özündən sonra isim bala gəlib deyə, söz gəlib deyə, təbii ki, tək isim yox, isimləşmiş sözlər də ola bilər. Yəni çağırış bildirən bir söz gəlib deyə, vergül o sözdən sonraya qoyulub. İndi bizə deyir ki, belə də ola bilsin, belə də ola bilsin, A-dan sonra da qoyula bilsin. Məsələn, A bala olmur axı, yəni elə bir dənə özünüz fikirləşin, vergül bir yəni pauzadır da. Orada bir vergül qoyun, cümləni tələffüz edin, alınmır. Yəni burada elə sadəcə, yəni burada qoyulmağı məsləhətdir. B-də deyir ki, ey əziz dostum, hardan gəlirsən? Baxın, vergül qoyulub burada. Düzdür? Nida, çağırış nidası ey-dən sonra gələn sözdən, birləşmədən sonra qoyulub. Bu normaldır. İndi deyir ki, görün, nidadan sonra da qoya bilirəmmi burada? Gəlin baxaq. Ey, əziz dostum. Aha, oldu. Fikir verin. Ey, əziz dostum, hardan gəlirsən? Yəni burada da nidadan sonra qoya bildim. Deməli, nidadan sonra da qoya bilərəm B variantında. Dostumdan sonra da heç bir problem yoxdur cümləmdə. Yəni bir pozulma olmadı. Düzgün tələffüz ortaya çıxdı. Deməli, elə B variantındadır. Bizim axtardığımız cavab elə B variantıdır. Sonra keçək 17-yə. 17-də deyir, nəticə bildirən modal söz işlənmiş cümlələri müəyyən edin. Nəticə bildirənlər deməli, demək, axır ki, nəhayət, xülasə, beləliklə, qısası, müxtəsər, qərəz, əl-qərəz nəticə bildirir. Gəlin görək harda var. Vergülü də verib. Deməli, bəli, bir də deməli var. Yəqin nəticə bildirmir. Deməli, bunu çıxdıq. Xülasə, bəli, xülasə var. Əlbəttə, bu təsdiq bildirəndir. Beləliklə, bəli, beləliklə də nəticə bildirir. Doğru cavabımız 1, 3 və 5 olur B variantı. 18-ci sualda verilən cümlələrdə modal sözlərin hansı məna növünə aid nümunə yoxdur? Ümumiyyətlə, Salman Şirzadə özünə ciddi rəqib hesab etmirdi. Ümumiyyətlə, nəticə bildirir. Bu arıq, yanıq oğlandan sanki, hamı utanıb çəkinirdi. Sanki, deməli, bənzətmə bildirir. Heyf ki, təəssüf bildirir. Deyəsən isə güman, şübhə bildirir. Deməli, əminlik bildirən yoxdur. Cavab olur A variantı. 19. Hansı cümlələrdə həm əminlik, həm də güman, şübhə bildirən modal söz var və durğu işarəsini də verməyib bizə. Gəlin baxaq. Yəqin mənim sözlərimi ümumiyyətlə qulaq ardına vurursan. Yəqin var və ümumiyyətlə var. Deməli, burada ümumiyyətlə nəticə bildirir. Ona görə
yəni çıxıram. Bəlkə pulun oğu, bəlkə var burada. Bəlkə güman şübhə doğrudan da əminlik bildirir. Elə 2-ni götürdüm. Doğrudur, rəqibinin kürəyini müəyyən qədər yerdə saxladı və nəhayət qələbə qazandı. Deməli, burada doğrudur, nəhayət yenə nəticə bildirir. Ona görə burada da yəni çıxıram yoxdur. 4-də deyir doğrusu Güllüdən xoşum gəlmədi. Görünür o da bunu anlamışdı. Deməli, görünür var və doğrusu var. Doğrusu olur təsdiq bildirən, görünür də olur güman şübhə bildirən. Yəni təsdiq deyəndə əminlik nəzərdə tuturam. Cavabımız olur elə 2 və 4 doğru cavab. 20. Nidalarla bağlı səhv fikirləri müəyyən edin. Bütün çağırış nidaları həm xitabla, həm də tək işlənə bilər. Xeyr, elə biri biz səhv fikir kimi götürürük, çünki bütün hamısına aid eləyə bilmərik. 2-də deyir, nidalar hiss, həyəcan bildirməklə yanaşı, həm də əlaqə yaradır. Bu da səhvdir. Əlaqə yaradan bağlayıcıdır. Bir qismi söz cümlə kimi çıxış edə bilir. Bəli, ümumiyyətlə söz cümlə, modal sözlərdir, ədaddır, nidadır, söz cümlə kimi çıxış edə bilər. 3 düzdür. Bəzi nidalar amonimlik yarada bilər. Bəli, bu da düzdür. Məsələn, ax var, uy var, vay var, ay var, ox var. Bunlar amonim nidalardır. 5-də deyir, nidalar cümlə üzvlərindən yalnız vergüllə ayrılır. Bəzən olur ki, sözün əvvəlində gələndə özündən sonra nida işarəsi qoyula bilər. Ona görə 5 də səhvdir. Bizim cavabımız 1, 2, 5 oldu. 21. Verilən cümlələrdə nidaların hansı hiss ifadə etdiyini nəzərə alaraq uyğunluğu müəyyən edin. Aha, gəlin baxaq. Deməli, biraz yuxarı alım, hamısını görək. Aha. A variantında düşməndən aman gözləmə, abala. A var. A burada çağırış nidasıdır. Deməli, A-nı elə yazdım 3-ə. Vay vay, nə yaman müşkülə düşdü işim Allah. Deməli, burada vay vay var. Bir qorxu bildirir, narahatlıq bildirir. B-ni yazdım 1-ə. Ura, biz yenə qalib gəldik. Deməli, burada bir şadlıq var. C-ni ura yazdım ora. Düşdü bütün qəzetlər qiymətdən, aycan aycan. Burada da bir sevinç var. D-ni də yazdım bura. E-də deyir, belə ah çəkməyinin səbəbi nədir? Ay qardaş, ay var, çağırış nidası. E-ni də yazdım deməli bura. Doğru cavabımız 1-ə B, 2-yə C-dir, 3-ə A, E oldu. 22-də cümlələrdəki modal sözlərin danışanın ifadə etdiyi fikrə münasibətinə görə ardıcıllığını müəyyənləşdirin. Aha, yəni mənaca növünə görə düzürük. Elə bil Vaqifin gəlişi məclisdəkilərin dil ağzını bağladı. Elə bil deməli bənzətmə bildirir. 4 ilə başladım. Bəlkə də güman şübhə bildirir. 2 ilə davam eləyirik. Ümumiyyətlə var 3-də nəticə bildirir 3. Doğrusu artıq əminlik bildirir 1. Deməli 4, 2, 3, 1 oldu doğru cavabımız. 23-də yenə eyni şəkildə danışanın ifadə etdiyi fikrə münasibətini bildirən sözləri nəzərə alaraq ardıcıllığı müəyyən edin deyir. Deməli xırmandakı buğdaya bəlkə də güman şübhə bildirir 3. Torpaq qarışıb. Doğrudan da aradan biraz keçmiş, Çərkəzlə Şamxal onların arabasına yaxınlaşdı. Deməli, doğrudan da var, əminlik bildirir 1. Ümumiyyətlə nəticə bildirir 4. Sanki bənzətmə bildirir 2. 3, 1, 4, 2 doğru cavabımız olur. 24. Modal sözlərin məna növlərinə görə ardıcıllığını müəyyən edin. Heyf ki var, təəssüf bildirir. Olmaya var, güman şübhə bildirir. Doğrudan da var, əminlik bildirir. Elə bil nə bildirir? Bənzətmə bildirir. Ümumiyyətlə var, nəticə bildirir 5. 3, 1, 2, 4, 5 bizim doğru cavabımız olur.